Qusar rayonunun Avaran kəndi uzun illər ərzində içməli su çatışmamazlığından əziyyət çəkən yaşayış məntəqələrindən biri olmuşdur. Bu mühüm probleminin həlli məqsədi ilə 5 mart 2025-ci il tarixində Qusar rayon rəhbərliyinin təşəbbüsü BP şirkətinin maliyyə dəstəyi və İSFA MMC-nin icraçılığı ilə geniş miqyaslı içməli su layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Layihə çərçivəsində Cağar-Cibir su kanalından kəndə qədər 1,4 kilometr məsafədə su xətti çəkilmiş, 10.000 kubmetr həcmində su tutarı və 2.000 kubmetr həcmində lil çöktürmə hovuzu inşa edilmişdir. Hovuzlar xüsusi membranlı örtülmüş, müasir nasosxana və filtrasiya məntəqəsi tikilmiş, elektrik təchizatının təmin olunması üçün yeni elektrik xətti çəkilərək transformatorlar quraşdırılmışdır. Toplanan su 3 mərhələli filtrasiya sistemindən keçirilərək tam təmizlənilir və nasoslar vasitəsilə həcmi 525 kubmetri olan paslanmayan poladdan hazırlanmış su anbarına ötürülür. Daha sonra müasir kaskad nasos sistemi vasitəsilə təmiz içməli su kənd sakinlərinin evlərinə çatdırılır. Layihənin birinci mərhələsi 5 avqust 2025-ci il tarixində uğurla başa çatdırılmışdır. Bu mərhələdə kənd daxilində 18 kilometr uzunluğunda boru xətti çəkilmiş, daxili su şəbəkəsi qurulmuş və 133 ev təsərrüfatı fasiləsiz içməli su ilə təmin edilmişdir. Layihənin davamı olaraq Avaran kəndinin qalan hissəsində də geniş işlər görülmüş, əlavə 32 kilometr daxili boru xətti çəkilərək daha 283 ev təsərrüfatının su təchizatı təmin edilmişdir. Beləliklə 12 iyun 2026-cı il tarixinə Avaran kəndindəki ümumilikdə 416 ev təsərrüfatının hamısı keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, Qusar rayonu içməli su təminatı baxımından respublikanın ən həssas bölgələrindən biridir və bir neçə yaşayış məntəqəsi istisna olmaqla kəndlərin əksəriyyəti mərkəzləşdirilmiş su sistemlərindən kənarda qalır. Bu baxımdan Avaran kəndində həyata keçirilən layihə həm sosial, həm də iqtisadi əhəmiyyətinə görə xüsusi önəm daşıyır. Layihənin nəticəsində əhalinin həyat şəraiti yaxşılaşdırılmış, su daşınmasına sərf olunan vaxt və vəsaitə qənaət edilmiş, sanitariya vəziyyəti yüksəlmiş, kənd daxili arxların və su kanallarının təmiz saxlanılması üçün əlverişli şərait yaradılmışdır. Hazırda layihənin davamlılığının təmin edilməsi və sistemin daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu layihə kənd yerlərində müasir texnologiyalar əsasında həyata keçirilən ən uğurlu və nümunəvi təşəbbüslərdən biri hesab olunur. Layihə ilə tanış olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri görülən işləri yüksək qiymətləndirmiş və onun digər yaşayış məntəqələri üçün də örnək ola biləcəyini vurğulamışdır. Avaran kəndinin içməli su ilə tam təmin olunması dövlət, özəl sektor və yerli icmanın uğurlu əməkdaşlığının parlaq nümunəsi kimi regionun sosial-iqtisadi inkişafına mühüm töhfə vermişdir.